Milli Hidrometeorologiya Xidməti bildirir ki, martın 29-da Bakıda və Abşeronda hava arabir tutulacaq. Əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi arabir güclənəcək. Temperatur gecə 6-10, gündüz 13-18 dərəcə isti, atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə 55-65% olacaq. Naxçıvanda axşam saatlarında bəzi yerlərdə qısa müddətli yağıntı ehtimalı var. Havanın temperaturu 7-9 dərəcə isti olacaq. Sabah əksər rayonlarda yağıntı gözlənilmir, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli yağış, şimşək və dolu ehtimalı var. Duman olacaq, qərb küləyi arabir güclənəcək, temperatur gecə 5-9, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.